Əkob 20-30'u tapın. 20 ve 30 hər ikisi 10'a bölündüyü üçün bu ifadəni 10 vurulsun əkob 2, 3 yaza bilərik. 2 və 3'ün əkobu həmin ədədlərin hasilinə bərabərdir. Çünki 2 və 3 qarşılıqlı sadə ədədlərdir. 10 vurulsun 2 vurulsun 3 bərabərdir 60. Cavab Y. Burada x-2 bərabərdir 3 tənliyinin kökləri cəmini tapın. x-2 bərabərdir 3 və ya x-2 bərabərdir -3. Buradan alırıq ki, x1 bərabərdir 5, x2 bərabərdir -1. Tənliyin köklər cəmi 4'ə bərabərdir. Cavab D variantı. A parametrinin hansı qiymətində fx bərabərdir 2x plus a plus 3 funksiyasının qrafiki A27 nöqtəsindən keçər. Deməli, x2 y7'yə bərabərdir. 2 vurulsun 2, üstə gəlsin a, üstə gəlsin 3 bərabərdir 7'yə. Yəni biz x'in əvəzinə 2 yazdıq və fx'in əvəzinə isə 7 yazdıq. Deməli, buradan a bərabərdir. Deməli, 4. A bərabər 0'a. 4 üstə 3, 7 eləyəcək. 7'dən 7 çıxsaq 0'a bərabərdir. Cavab B variantı. Düzbucaqlı üçbucağın iti bucaqlarından biri 60 dərəcə, böyük tərəfi 15 cm olarsa, kiçik tərəfini tapın. Düzbucaqlı üçbucağın böyük iti bucağı, daha doğrusu iti bucaqlarından biri 60 dərəcədirsə, digər iti bucaq 30 dərəcə olacaq və böyük tərəf hipotenuzdur. Kiçik tərəf 30 dərəcəlik bucaq qarşısındakı tərəfdir. Bilirik ki, 30 dərəcəlik bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Yəni x bərabərdir 15 bölü 2 7,5. Cavab A. Tangents alfa bərabər 0,5 olarsa 3 kotangents alfanı tapın. Tangents alfa 0,5'dirsə kotangents alfa 1 bölünsün 0,5 olacaq. Yəni 2'ye bərabər olacaq. 3 kotangents alfa isə 3 vurulsun 2 bərabərdir 6 olar. Cavab C variantı. İki tərəfinin uzunluqları 4 və 8 olan üçbucağın perimetrinin ən böyük tam qiymətini tapın. Üçbucağın iki tərəfi 4 və 8'dirsə, üçüncü tərəfi x olarsa, x iki tərəfin cəmindən kiçik, yəni 4 və 8'dən cəmindən kiçik, yəni 12'dən kiçik, fərqinin modulundan, yəni 4'dən böyükdür. X'in ən böyük tam qiyməti burada olacaq 11. Onda perimetrin ən böyük tam qiyməti 4 üstə gəl 8 üstə gəl 11 bərabərdir 23. Cavab C variantı. Ədədi silsilədə A1 bərabər 9, D bərabər 2 olarsa A5'i tapın. A5 bərabərdir A1 plus 4D, yəni 9 plus 8 bərabərdir 17. Cavab C. 6 kökatda 3 ədədinin kəsir hissəsini tapın. Əvvəlcə 6 kökatda 3 ədədinin tam hissəsini tapaq. 6 kökatda 3 bərabər kök altında 3 vurulsun 36, yəni kökatda 108'dir. Kökatda 108 10 və 11 arasında yerləşir. Deməli, onun tam hissəsi 10'dur. Deməli, 6 kökatda 3'ün tam hissəsi 10 olduğundan, onun kəsir hissəsi özündən tamını çıxırıq. Yəni, 6 kökatda 3 çıx 10. B variantı. Oturacaqları 10 və 4 olan bərabər yanlı trapesiyanın yan tərəfi 4 cm-dir. Trapesiyanın hündürlüyünü tapın. Bərabər yanlı trapesiya. Oturacaqları 4 və 10. Yan tərəflər 4. Hündürlük çəksək, hündürlüyün ayrıldığı hissələr, deməli 10'dan 4 çıxsaq
2'yə bölsək 3 olacaq. Bunda Pifagor teoreminə görə biz hündürlüyü tapa bilərik. H bərabərdir kök altında 4'ün kvadratı çıx 3'ün kvadratı. Yəni 16'dan biz 9 çıxsaq 7, kök altda 7 olar. Cavab D. 5 rəqəmli ədəd verilmişdir. Bu ədədin 9'a tam bölündüyü məlumdursa, A plus B cəminin ən böyük qiymətini tapın. 9'a bölünmə əlaməti ədədin rəqəmlər cəminin 9'a bölünməsidir. Bu ədədin rəqəmlər cəminə baxsaq, 1 üstəgəl 2 üstəgəl A üstəgəl 4 üstəgəl B bərabərdir 7 üstəgəl A plus B. Deməli 9'a bölünməsi üçün A plus B 2 ola bilər. 11 ola bilər. Yəni bu 9 9 artırırıq 10 19 daha doğrusu 20 ola bilər. A və B rəqəmlər olduğuna görə A plus B'nin ən böyük qiyməti 18'dir, artıq 20 ola bilməz. Deməli A plus B ən çoxu 11 olacaq. Çünki yenə də deyirəm, A və B rəqəmdir. Rəqəmlər isə 0'dan 9'a qədər olan rəqəmlərdir. Yəni onların cəmi belə çıxır ki, ən çox 18 ola bilər. 20 ola bilməz. Ona görə də deməli biz A plus B 11 ola bilər. Cavab C variantı. A çoxluğu verilmişdir. A'nın B'də olmayan 2 elementi olarsa, kəsişməni tapın. Deməli A çoxluğunun elementlərinin sayı NA 5'dir. A'nın B'də olmayan elementlərinin sayı 2'dir. Deməli burada 2 element vardır. A ilə B'nin kəsişməsində isə bunda belə çıxır ki 3 element olacaq. Yəni 5'dən 2'ni çıxaraq. Cavab 3. C variantı. Aşağıdakı kəsirlərdən hansını sonlu onluq kəsir şəklində yazmaq olar? Sonlu onluq kəsir şəklində yazmaq üçün kəsirin məxrəcinin sadə vurğuları, yəni sadə kəsirlərdən gedir. Söhbət sadə kəsirlər üçün doğrudur. Yəni sadə kəsirin məxrəcinin sadə vurğuları yalnız 2 və yalnız 5 və yaxud da 2 və 5'in qarışığı şəklində olarsa sadə vurğular, o zaman həmin adi kəsirləri sonlu onluq kəsir şəklində yazmaq olar. Burada isə yalnız bu şərti ödəyən ədəd 8'də 3'dür. 8'in çünki sadə vurğuları hamısı 2'dir. Qalan bütün bu ədədlərdə sadə vurğular içərisində 3 vurğu da vardır. Deməli cavab D variantı 8'də 3. Fx bərabər x kvadrat plus 4x plus 1 funksiyasının qrafikinin təpə nöqtəsi neçənci rübdə yerləşir? Bu funksiyanın təpə nöqtəsinin koordinatları x bərabərdir mənfi b bölü 2a, y bərabərdir 4ac çıx b kvadrat bölü 4a düsturu ilə tapıla bilər. Yəni mənfi 4 bölünsün 2 bərabərdir mənfi 2. 4ac olacaq 4 çıxılsın 16 bölünsün 4 olacaq mənfi 3. Deməli mənfi 2 mənfi 3 nöqtəsi 3-cü rübdə yerləşir. Mənfi 2 mənfi 3. Deməli bu parabolanın təpə nöqtəsi qrafikdə bu şəkildədir. Təxminən təpə nöqtə 3-cü rübdə yerləşir. C variantı. AN bərabər 7-2 düsturu ilə verilən ardıcıllığın 5-ci həddini tapın.
A5 bərabərdir. 7 vurulsun 5 çıxsın 2. Yəni 35 çıxılsın 2, 33 olar. Cavab 33. A9B və B mənfi A5 nöqtələri koordinat başlanğıcı nəzərlə simmetrik olarsa, A plus B cəmini tapın. Koordinat başlanğıcı nəzərlə simmetrik nöqtələrin absisləri və ordinatları əks ədədlərdir. Yəni 9 bərabər olmalıdır A-ya. B bərabər olmalıdır mənfi 5-ə. Deməli, A plus B olacaq 4. Cavab 4-dür. X kubu çıxılsın 8 bərabərdir. X minus A vurulsun X kvadrat plus BX plus C eyniliyinə əsasən ABC hasilini tapın. Sol tərəf qruplara ayırsaq X minus 2 X kvadrat üstəgəl 2X üstəgəl 4 bərabərdir X minus A X kvadrat plus BX plus C. Bu eynilik olduğundan deməli A 2-yə bərabərdir. B 2-yə bərabərdir. C isə 4-ə bərabərdir. Deməli ABC hasili 2 vur 2 vur 4, yəni 16 olar. Cavab 16. Şəkildə o çevrənin mərkəzi BMC 50 dərəcə olarsa, bucaq ACB-ni tapın. Deməli, BMC qövsü 50 dərəcədir. Onda ABC qövsü 180 dərəcə olduğundan 180-dən biz 50 çıxsaq, eləyəcək 130. Və C bucağı bu AB qövsünün yarısı olacaq. Yəni 130 dərəcədir bu qövs. 130 bölü 2 olacaq 65 dərəcə. 30% 18 olan ədədin 5-dəki hissəsini tapın. 30% yəni əslində 10-da 3 deməkdir. 10-da 3 hissəsi 18 olan ədədin 5-dəki hissəsini tapmaq lazımdır. Buradan 10-da 3x bərabərdir 18 vurulsun 5-də 2. X bərabərdir 18 vurulsun 5-də 2 vurulsun 3-də 10. Təbii ki, burada ixtisarlar aparsaq, deməli, bərabərdir 24 olar. Cavab 24. X kvadrat çıx Y kvadrat bərabərdir 11 olarsa, 2x plus Y cəmini tapın. Burada x, y natural ədədlərdir. Bu ifadənin qruplara ayırsaq, x plus y bərabərdir 11. X plus y bərabərdir 1. X plus y bərabərdir 11 ola bilər. Yalnız bu variant var. Çünki x və y natural ədədlərdir. Buradan 2x bərabərdir 12. X bərabərdir 6 alarıq. Toplama üsulundan istifadə etsək. Və bunu tənliklərin birində nəzərə alsaq, y bərabərdir 5 alırıq. Deməli, 2x plus y bərabərdir 17. Kökləri x1 və x2 olan x kvadrat çıx 16x plus 16 bərabər 0 tənliyindən kök x1 plus kök hətta x2 ifadəsinin qiymətini tapın. Verilən ifadəni kvadrata yüksəlsək, kök hətta x1 plus kök hətta x2-nin kvadratı bərabərdir x1 plus 2 kök hətta x1 x2 üstə gəl x2. Viet teoreminə əsasən x1 ilə x2-nin cəmi bu tənlikdə 16-dır. x1 vur x2 isə o da 16-dır. Yəni bu şərtlər əvvəlcədən var. Bunları bu ifadədə nəzərə alsaq, x1 ilə x2-nin cəmi 16, 2 kök hətta 16, 16 üstə gəl 8 bərabərdir 24. Deməli, kvadratı 24-dürsə, onda kök hətta x1 plus kök hətta x2 kök hətta 24, yəni 2 kök hətta 6-dır. Cavab 2 kök hətta 6. Katetləri 5 cm və 12 cm olan düzbucaqlı sucanın daxilinə və xaricinə çəkilib çevrələn radiuslar cəmini tapın.
Xarici çəkimi çevrənin radiusu R bərabər C bölü 2-dir. Daxili çəkimi çevrənin radiusu isə A plus B minus C bölü 2-dir. Biz R və R'i toplasaq, onda C bölü 2 üstəgəl A plus B minus C bölü 2 bərabər olar A plus B bölü 2. A və B burada katetlərdir. 5 plus 12 bölünsün 2 bərabərdir 17 bölünsün 2 bərabərdir 8,5. Və yaxud da Pifagor teoreminə əsasən bucağın 3-cü tərəfi tapılır. 13. Sonra düsturlarda yerinə qoyulur. Böyük yer və kiçik yer tapılır. Böyük yer olur 6,5. Kiçik yer isə 17-dən deməli 13 çıxırıq. Kiçik yer isə 2 olur. 2 ilə 6,5-i toplayırıq. Alırıq 8,5. Yəni bu üsulla da tapmaq olar. X kvadrat çıxılsın xy plus y kvadrat bərabər 31. X plus y 11. Təmizlər sistemindən xy hasilini tapın. Deməli, birinci tənliyi biz bu şəkildə yazaq. X plus y-in kvadratı çıxılsın 2xy, yəni bu ikisinin əvəzinə biz bu şəkildə yazdıq. Çıxılsın xy bərabər 31. X plus y 11 olduğundan 11'in kvadratı çıxılsın 3xy bərabər 31. 3xy bərabərdir 90. Xy bərabərdir 30 alırıq. Və yaxud da əvəz etmə üsulundan, birinci tənlikdə x bərabərdir. Bu biraz uzun olacaq. Əvəzləməsi aparırıq. Sonra kvadrat tənlikdən x və y tapırıq və vururuq. Bu isə birbaşa xy tapmaq üçündür birinci yolumuz. Amma hər iki yolla yazmaq olar. Cavab 30'dur. Bağımız cəmi 15 ədəd olmaqla qələm və dəftər aldı. Dəftərlərin hər birinə 60 qəpik, qələmlərin hər birinə 40 qəpik verməklə 8 manat pul xərclədiyi məlumdursa, o neçə dəftər aldı? Dəftərlərin sayını x desək, dəftər sayı bərabərdir x, qələm sayı bərabər y olsun. X plus y bərabərdir 15. Dəftərin biri 60 qəpik olduğundan bütün dəftərlərə verilən pul 60x üstəgəl 40y olacaq. Çünki qələmlərin qiyməti 40 qəpikdir. Bərabərdir 8 manatı da biz qəpiyə çevirsək 800 olar. Tənliklər sistemindən biz x və y tapaq. Bunun üçün birinci tənliyin hər iki tərəfini mənfi 40'a vuraq. Mənfi 40x çıxılsın 40y bərabərdir 600. 60x üstəgəl 40y bərabərdir 800. Toplasaq deməli 20x bərabərdir. Mənfi 600 olacaq. 20x bərabərdir 200. X bərabərdir 10. Deməli, dəftərlərin sayı 10 olacaq. Cavab 10'dur. Sinüs alfa bərabər 0,8 olarsa, kotangens alfa plus kosinüs alfa cəmini tapın. Bunu ya üçbucaq qaydasından yazarıq və yaxud da sinüs kvadrat alfa üstəgəl kosinüs kvadrat alfa bərabər 1 olduğundan 0,64 üstəgəlsin kosinüs kvadrat alfa bərabərdir 1. Kosinüs kvadrat alfa bərabərdir 0,136. Kosinüs alfa bərabərdir 0,6 olar. Plus minus, amma birinci rübdə olduğundan bucaq. Kosinüs alfa 0,6'dır. Kotangens alfa kosinüs alfa bölü sinüs alfa olduğundan 0,6 bölü 0,8 yəni 8'də 6 və yaxud da 4'də 3 yəni 0,75'dir. Onda bu cəm olacaq 0,75 üstəgəl 0,6 1,35.
ABC üçbucağında bucaq ACB 90 derece, YF AB'ye perpendikulardır, AB 15'dir, BC 9'dur, YS 2 olarsa YF'i tapın. Əvvəlcə Pifagor teoreminə əsasən AC'ni tapaq. AC bərabər kök altında 15'in kvadratı çıxılsın 9'un kvadratı. 225'ten 81 çıxanda 144. Yəni 12 olar. AC 12 olduğundan A'yı AC çıxılsın YS olacaq. Yəni 12 çıxılsın 2 bərabər 10 olar. Üçbucaq AYF üçbucaq ASB'ye oxşardır çünki bucaqlar eynidir. Yəni A bucağı ortaqdır. Hər ikisində 90 dərəcə bucaq var. İki bucaq eynidirsə, üçüncü bucaqlar da eynidir. Onda bu iki üç bucaq bir-birinə oxşardır. Oxşardırsa onların tərəfləri nisbətləri bərabərdir. Deməli, uyğun tərəfləri yazsaq, AY bizdə vardır. Ümumiyyətlə yazaq, AY-nin AB-yə nisbəti, yəni hipotenuzlar nisbəti katetlər nisbətinə bərabərdir. Yəni YF-in CB-yə nisbətinə bərabərdir. Oradan alırıq ki, 10 bölünsün 15 bərabərdir. YF bölünsün BC 9'dur. Buradan YF bərabərdir 6 olaraq. Cavab 6'dır.